Arda Gülərin Real Madriddəki karyerası bitdi, yoxsa yeni məşqçi, yeni şans deməkdir? Əgər təxminlərimizdə haqlı çıxacaqsa, Arda Güler Ancelotti rəhbərliyi altında aldığı vaxtdan da daha az vaxt alacaq Xabi Alonsonun rəhbərliyi altında. Niyə? Çünki Alonsonun ən iki fundamental oyuncusu cinah müdafiəçiləri yox, mərkəz yarım müdafiəçilərdir. Mərkəz yarım müdafiəçilərindən Alonso həm fizika istəyir, yəni fiziki cəhətdən cüssəli olmasını, Arda Gülərdə bu yoxdur, həm də çox ciddi qara işlə məşğul olmaq, yəni müdafiə planına malik olmağını istəyir. Bu da Arda Gülərdə yoxdur. Arda'nın ideal variantlarından biri, yəni bu mövqelərə girmir. Burada isə çox güman Trent Arnold-Alexander oynayacaq. Arnold-Alexander olmayanda həm burada və ya həm burada Dani Carvajal oynaya bilər. Dediyimiz kimi avtobus komandalarına qarşı. Sual bura gəlir. Burada isə təsəvvür edək ki, Arda üçün ən ideal ssenarilərdən biri həmin mövqedə onun ən böyük rəqibi Rodrigo komandadan satılır və bura boş qalır bir növ. Heç kimi də ala bilmir Madrid. Bu əksinə Madridin çox uğursuz bir siyasəti olacaq. Amma yenə də misal göstərsək, problem ondan ibarətdir ki, Alonsonun hücum futbolu, build-up'ı bir cinahı amansız cəhətdən yükləməkdir və bu yükləməni effektiv eləmək üçün Alonso daima tam cinahlarda oynayan wingerlərə üstünlük verir. Bəzi hallarda bunu wingbacklər edir, amma adətən wingbacklər rəqib komanda xaos yaratmaq üçün içəri girirlər. Və burada yaxşı driblinqi olan, hansı ki Arda'da var, lakin tam cinahda oynayan bir wingerə ehtiyac var. Amma Arda'nın ən yaxşı mövqeyi isə yarım cinahdadır. Cinahda deyil. Üstəlik Arda dəfələrlə layiqli də olaraq rəqabəti İbrahim Diaza uduzub. Ona görə də bir növ təəssüf hissi ilə ehtiyatımız ondan ibarətdir ki, Arda'nın işi əgər fatal bir zədə epidemiyası və uğursuz transfer komplektasiyası olmasa, Xabi Alonsonun bir növ tərcih edəcəyi bir oyuncu olmayacaq. Siz necə fikirləşirsiniz? Arda'nın Alonsonun rəhbərliyi altında oynamaq şansı var, yoxsa bu gənc yaşında böyük bir istedad özünü başqa top komandada daha yaxşı sınaya bilər?